Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında formalaşan strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin bu ölkəyə səfəri siyasi dialoqun dərinləşməsi, iqtisadi tərəfdaşlığın genişlənməsi və gələcək birgə layihələrin reallaşması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətlərarası münasibətlərin taleyini bəzən coğrafiyalar deyil, qarşılıqlı etimad və ortaq baxışlar müəyyən edir. Uzaq məsafələrə baxmayaraq Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında formalaşan münasibətlər də məhz bu etimad üzərində qurulub. Zamanın sınağından çıxan bu dostluq, siyasi iradə və qarşılıqlı maraqlar iki ölkəni bir-birinə yaxınlaşdıraraq əməkdaşlığı yeni mərhələyə daşıyır. Bu münasibətlər təkcə bugünün deyil, gələcəyin də strateji xəritəsini çizməkdadır. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, müdrik diplomatiyası bir sıra dünya dövlətləri liderlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin onunla əməkdaşlığa önəm verməsi prosesini daha da sürətləndirib. Birləşmiş Ərəb Əmirlikləri qeyd etdiyiniz kimi Azərbaycanla eyni coğrafiyanı bölüşməsə də biz bir çox hallarda eyni dəyərləri bölüşürük və Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər təkcə qarşılıqlı səfər trafikində əks olunmur. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında biz səfərlərə nəzər yetirsək, dövlət başlarının qarşılıqlı səfərləri, Azərbaycan prezidentinin Birləşmiş Ərəb Əmirliyinə, eyni zamanda Birləşmiş Ərəb Əmirliyinin prezidentinin və digər rəsmilərinin Azərbaycana etdikləri səfərlər və ən sonunda biz o məqamı vurğulaya bilərik ki, bin Zayed insan qardaşlığı yüksək mükafatı ilə Azərbaycan prezidentinin deməli təltif edilməsi bu əslində Birləşmiş Ərəb Əmirliyinin ən yüksək mükafatıdır və eyni zamanda dünyada ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. Bu da bizim münasibətlərimizdən irəli gələn bir addımdır ki, qarşı tərəf bu addımı atıb. Beləliklə prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycan və bu ölkə arasında münasibətlərin möhkəm təməl üzərində inkişaf etdiyini bir daha göstərir. Siyasi iradə və ortaq maraqlar üzərində qurulan bu əməkdaşlıq regional və qlobal miqyasda yeni imkanlar vəd edir deyə təhlilçilər bildirirlər.